Bismillahirrahmanirrahim. Ve atesimu bihablillahi cemi'an ve la tufarragu. Sadaqallahul aliyyul azim. Azan qala Resulullah sallallahu aleyhi ve sellem. Yessiru ve la tuassiru. Habbibu ve la tunaffiru. Rabbi şrah li sadri ve yessir li amri ve uhlul uqdatan min lisani yafqahu qavli evsikum ibadillah ve nefsi bi taqvallah. Sizə və özümə ilahi nemət olan təqvanı tövsiyə edirəm. Allah bizləri təqvalardan qərar versin. Allahın salamı, rəhməti, bərəkəti hər birinizin üzərinə olsun. Allah Taala rəhmət, bərəkət, məğfirət dolu cümə gününü hər birimizə mübarək eləsin. Allah and verə izzətinə, cəlalına, böyülünə xatir bu cümə günündə edəcəyimiz ibadət, itaat, duaları bizlərdən, sizlərdən ali dərəcədə qəbul eləsin inşallah. Bütün bu niyyətlərimizə Muhammed Ali Muhammed Cəmalına sələvat edələ. İnşallah ki, bugün söhbətimiz, mövzumuz birlik, vəhdət haqqında, məzhəblər arası münasibət haqqında və Allahın Qur'an-ı Kərimdə Ali İmran surəsində buyurduğu 103-cü ayədə hamılıqla Allahın ipinə, dininə, Qur'ana möhkəm sarılın və firqələrə bölünüb bir-birinizdən ayrılmayın. Bu ayə ilə bağlı bir qədər nəzər diqqətinizə məlumatlar verəcəm inşallah sizə, amma söhbətə, mövzuya keçməmişdən öncə nəzərinizə çatdırım ki, aprel ayının əvvəlləri artıq 2016-cı ildən bu yana Azərbaycan xalqı üçün xüsusi bir günlərdir, xüsusi bir tarixdir. Məhz aprel ayının əvvəllərində 2016-cı ildə Azərbaycanın igid oğlanları, Azərbaycan ordusu, bizim əskər zabitlərimiz düşmənə qarşı mübarizədə qələbənin, mən deyərdim, qığılcımlarını, ilk közlərini, ilk addımlarının izini qoydular. Və bugün artıq demək olar ki, hesablasaq 2016-cı il daxil olmaqla və bugün 2025-dir, 10 il bizi bu günlərdən ayırır. Bizim Sumqayıtımızın da, Sumqayıt şəhidlərinin də, Sumqayıt qəhrəmanlarının da, igidlərinin də burada payı vardır. Aprel döyüşlərində bizim Sumqayıtdan 5 şəhidimiz bugün şəhidlər xiyabanda dəfn olunur. İnsanlar onu izdihamla ziyarət edirlər. Onların ruhlarına dualar oxunur. Mən elə səhər biz bir neçə şəhidin ziyarətində olduq. İnsan axını var idi, insan toplumu vardı. 10 il keçməsinə baxmayaraq, bugün yenə insanlar hər dəfə olduğu kimi öz şəhidinə, öz qüruruna, ona şərəf gətirən, ona qürur gətirən şəhidini yad edir, onun ruhuna dualar oxuyur. Elə istədim söhbətimin əvvəlini, xütbəmin əvvəlini bir neçə cümlə elə bu şəhidlərlə bağlı deyim, onların ruhlarına dua oxuyaq, sonra isə ikinci xütbəmizə keçək inşallah. Həmin gün aprel döyüşlərində şəhid olanlardan Sumqayıtda şəhidlər xiyabanda uyuyan şəhidlərimiz, qəhrəmanlarımızdan biri Raqif Orucov idi, İbrahimoğlu. Raqif İbrahimoğlu o şəhidlərdən biri odur. Digəri Şulan Bayramoğludur. Üçüncüsü Seymur Qulamşahoğlu. Dördüncüsü Əbdülməcid Nadirşahoğlu və beşincisi Murad Vaqifoğludur. O vaxtı yadımdadır, biz Lələtəpəni azad etmişdik və biz Lələtəpəni azad edəndə o qədər sevinmişdik, o qədər qürur hissi keçirdik ki və inşallah inanırdıq ki, tez bir zamanda biz o işğal altında olan torpaqlarımızı hamısını düşmən tapdağından azad edəcəyik. 44 günlük müharibədə, 2-ci Vətən müharibəsində bizim igid qəhrəman oğullarımız, əskər zabitlərimiz, şəhidlərimiz, qazilərimiz həm 1-ci Qarabağ müharibəsinin, həm aprel döyüşlərində şəhid olanların
qisasını döyüş meydanında aldılar və şükür Allaha bugün biz bütün torpaqlarımızı düşmən tapdağından azad eləmişik. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Bütün bunlar nəyin sayəsində, nəyin bahasına başa gəlib? Bax, o şəhidlərin qanı canı bahasına, o qazilərin qanı canı bahasına, o əskər zabitlərimizin igidliyi sayəsində biz bunları edə bildik. Bugün həm də Şəhidlər Xiyabanında Qubadlıdan olan bir şəhidimizin, 1-ci Qarabağ müharibə şəhidi Mətləbin mövlud günüydü, doğum günüydü. Bugün onun 50 yaşı tamam oldu. Orada Qubadlıdan olan ictimaiyyət nümayəndələri gəlmişdilər. Ölkəmizin bir çox yerlərindən insanlar gəlmişlər o şəhidin ziyarətinə. 18-19 yaşında şəhidli məqamına yüksəlib, 90-cı illərin əvvəllərində. Bugün həmən şəhidimizin 50 yaşı tamam oldu. Biz şəhid haqqında həmişə danışanda, söhbət edəndə Allah Teala Qur'an-ı Kərimdə ayələrdə buyurur ki, Allah yolunda ölən, öldürülən insanları siz ölü zənn eləməyin, şəhidlər delidirlər, Allah yanında, Allahın ruhusindən qidananırlar. Ümumiyyətlə, insanın Allaha, ahirətə inamı varsa, əbədi həyata inamı varsa, bu dünya həyatı fanidir, müvəqqətidir, keçəridir, əbədiyyət dünyası bizi gözləyir. Və biz onda görəcəyik, onda başa düşəcəyik ki, şəhidlər heç nə itirməyiblər, şəhid yaxınları, əzizləri, doğmaları heç nə itirməyiblər, şəhid verən xalq heç nə itirməyib. Çünki şəhidin qiyamətin günündə, o əbədi dünyada məqamı o qədər böyüdür ki, şəhid üçün Peyğəmbərlər əgər oturublarsa, ayağa durarlar, onlara təzim edərlər, onlara ehtiram əlaməti olaraq. Minikdədirsə, əgər onlar üçün minikdən enərlər. Şəhidin o qədər məqamı uzadı, böyüdür. Və odur, şəhid doğmaları heç vaxt fikirləşməsinlər ki, onlar nəyisə itiriblər. Əksinə, onlar qazanıblar. Çünki şəhidlər həm dünyada, yaşadığımız bu dünyada insanların xilaskarıdır, həm də ahirətdə bizim xilaskarımızlar, şəfaatçilərimizlər. Bir varlıq üçün ki, Allah Qur'an-ı Kərimdə buyurur ki, əgər o ölməyib diridirsə, dirilər həm bu dünyada, həm o dünyada insanlar üçün şəfaatçidirlər. Və biz əqidəmiz, düşüncəmiz budur ki, inancımız budur ki, etiqadımız budur ki, insan Peyğəmbəri, imamı, şəhidi vəsilə qərar verə bilər, vasitə qərar verə bilər, özü ilə Allah arasında öz niyyəti üçün, hacəti üçün. Hər dəfə bu mövzuya biz toxunanda təkrarlara müraciət etməyə məcburiyyətində oluruq. Çünki bir çox insanlar məhz imamların ziyarətinə gedəndə, Peyğəmbərlərin ziyarətinə gedəndə, şəhidlərin ziyarətinə gedəndə öz hacətlərini təqdim ediblər, öz hacətlərini orada istəyiblər və onların hacətləri qəbul olub. Övladı olmayanın övladı olub, xəstəsi olmayanın xəstəsi şəfa tapıb. Allah o şəhidin məqamına görə, imamın, Peyğəmbərin Allah qatında olan hörmətinə, məqamına görə Allah Teala o insanların niyyətlərin, hacətlərini verir. Və bugün də o şəhidlərin anım günləridir. Şəhidləri biz anırıq. Allah and verək izzətinə, cəlalına, böyülünə xatir, Qur'an, Peyğəmbər, Əhl-i-Beyt hörmətinə, şəhidlərin Allah yanında olan məqamına xatir Allah Teala bizim hacətlərimizi, ibadət, itaətlərimizi, dualarımızı öz dərgahında qəbul eyləsin inşallah. Bu şəhidlərin adını qeyd elədim. Aprel döyüşlərində yadımdadır. Biz hələ müharibə haqqında o qədər düşünə bilmirdik ki, biz hansı formada, hansı şəkildə ölkə rəhbərliyi tərəfindən bir əmir veriləcək, biz o torpaqlarımızı düşmən tapdağından azad etmək üçün təşnə idik. O əmri gözləyirdik. Mənim yadımdadır, bu şəhidləri dəfn edəndə sonda söz görərsən ruhaniyə verərdilər, ruhani bir söz deməli idi. Mən də şəhidi dəfn etməmişdən öncə o şəhidlə bağlı məlumat toplayırdım. Görüm evlidir, subaydır, ailəlidir, övladı var, yoxdur, qardaşı var, atası, anası. Bütün bunları elə şəhidlər xiyabanına gedən kimi özüm üçün bir məlumat toplayırdım. Və bu şəhidlərdən biri də hamısı bizim üçün əzizdir, doğmadır, alidir. Raquf Orucovun öz məqamı var, Şulanın, Bayramoğlu'nun öz məqamı var, Seymurun, Əbdülməcidin, Muradın. Yəni bu şəhidlərin aprel döyüşlərindən gedir. Orada aprel döyüşlərində şəhid olanlardan gedir söhbət. Bunların hamısının öz məqamı var, dərəcəsi var. Mənim
Yadımda qalan iki məsələni, bəlkə keçmiş söhbətlərimdə, moizələrimdə sizlə bölüşmüşəm. Onları demək istəyirəm. Bir, Əbdülməcid Nadirşah oğlunu biz Şəhidlər Xiyabanına aparanda, onun oxuduğu məktəbin yanına keçəndə, bütün məktəb, müəllim heyətindən tutmuş, şagird heyətinə kimi, hamı orada dayanıb onu yüksək səviyyədə, təmtaraqlı şəkildə, yəni ürək ağrısı ilə onu qarşılayırdılar, dualar edirdilər, hətta alqışlar edirdilər onun bu məqama yüksəlməsinə. Əbdülməciddə mən bunu görmüşdüm, amma Seymur adında bir şəhidimiz, o evli idi, cavan idi, yeni evlənmişdi və Şəhidlər Xiyabanına gedəndə mən soruşdum, dedi bir oğul övladı var, adını soruşdum, dedilər ki, adı Amindir. Birdən-birə, yəni zehnimə gəldi, belə deyək, belə bir söz ki, inşallah gün o gün olar, mən dedim bir dua deyərəm, siz də elə bu şəhidimizin balası amindir, siz də bir amin deyərsiniz, gün o gün olar, tez bir zamanda bizlər gəlib həm aprel döyüşlərini, həm 1-ci Qarabağ müharibə döyüşlərində şəhid olanların qisasını alacaq, Seymurun qisasını alacaq və amin balamızla gəlib burada bu Şəhidlər Xiyabanında biz atasına deyəcək ki, artıq sən burada rahat uyu. Sonralar zaman keçdi, biz 2-ci Qarabağ müharibəsində həm aprel döyüşlərinin, həm 1-ci Qarabağ müharibəsi, həm o qazilərimizin qisasını biz döyüş meydanında aldıq. Allah bütün şəhidlərimizin məqamını uca edib, Peyğəmbər əhl-i beyti ilə qonşu qərar versin, Kərbəla şəhidləri ilə məşhur qərar versin. Bizim ən böyük qazancımız, ən böyük uduşumuz, əldə etdiyimiz bizdə olarsız bir nemətdir. Birazdan biz onun fərqinə varmırıq, dəyərini bilmirik, düşünə bilmirik. Bizim şəhid haqqında düşüncəmiz, təfəkkürümüz həm Qur'an-ı Kərimin ayəsidir, həm Həmzə Seyyid-ü-Şühadadır, həm Cəfər-i Təyyardır və sonda da Kərbəla şəhidləri, Həzrəti Əli əleyhissalam kimi şəhidlər, 11 imamımız bizim şəhid olubdur və biz şəhidlik məktəbinə o qədər yaxınıq, o qədər doğmayıq. Şəhidlik məktəbi bizim üçün o qədər əzizdir ki, biz daim inancımızda, əqidəmizdə, etiqamızda şəhidləri yad edirik. Allah bütün şəhidlərimizi Kərbəla şəhidləri ilə məşhur qərar versin inşallah. Bismillahirrahmanirrahim. İnna ataynakal kavsar fasalli li rabbika vanhar inna şaniyaka vel abtar. Sadaqallahul aliyyul azim. Allah Teala bu rəhmət, bərəkət dolu cümə gününü hamımıza mübarək, xeyirli, bərəkətli eləsin inşallah. Bu cümə gündə etdiyimiz duaları Allah Teala bizlərdən, sizlərdən ali dərəcədə qəbul eyləsin inşallah. Bütün bu niyyətlərimizə Muhammed, Ali Muhammed zamanına salavat hediyələ. İnşallah ki, ikinci xütbəmizi bir qədər vəhdət, birliklə bağlı insanların düşüncələrində olan fərqli fikirlərin bəzən yanlış olduğu, yanlış düşüncələri bizi hara apardığını, nələrlə nəticələrini, fitnələrə gətirib çıxardacağını biz bunları bilməliyik. İnanclı insan, namaz qılan insan, onun işi tək namaz qılıb, məscidə gəlib, ibadət etmə deyil. O, ictimai bir insan olmalıdır, insanlarla ünsiyyətdə, münasibətdə özünü göstərməlidir. Bizim Azərbaycanımızın, Azərbaycan xalqının, Azərbaycanda yaşayan insanların ənənələri olub, adət ənənələri olub, qaydaları olub, inancımız bizim milli dəyərlərimiz olub, mənəvi dəyərlərimiz olub. Bu milli, mənəvi dəyərlərimiz zaman-zaman Azərbaycanın qorunub saxlanmasında müstəsna xidməti olubdur ki, əgər biz o milli dəyərlərimizi, milli mənəvi dəyərlərimizi qədrin bilməsək, dəyərləndirə bilməsək, biz tarixdə görmüşük, keçən əsrin əvvəllərində də, bu əsrin əvvəllərində də, sonlarında da xalqımız hansı çətinliklərlə, müsibətlərlə üzləşib. Bunun əsas səbəblərindən biri biz milli və mənəvi dəyərlərimizi qoruya bilməməyimiz, ona bəzən səhti yanaşmağımız, barmaqarası baxmağımız, bəzən gətirib sonralar hansısa böyük fəsadları yaranmasına gətirib çıxardır. Bugün dünyanın bir çox yerlərində görürsən ki, insanları birliyə, vəhdətə çağırırlar. Bunun üçün ən böyük nümunə çox vaxt biz tədbirlərdə oluruq, beynəlxalq tədbirlərdə oluruq, görüşlərdə oluruq. Azərbaycanın nümunə gətirirlər ki, Azərbaycanda necə tolerantlıq, dözümlük, multikultural dəyərlər,
milli, mənəvi dəyərlər, insanlar bir yerdə müxtəlif dildə danışan, müxtəlif inancda olan insanlar bir yerdə necə yaşaya bilirlər. Bəzən gedirsən başqa bir ölkələrdə, başqa bir yerlərdə, bəzən özümüzün içində də olur. Görürsən ki, eyni xalqın nümayəndəsidir, eyni dinin daşıyıcılarıdırlar, bəzən hətta eyni məzhəbin daşıyıcıları görürsən ki, öz aralarında ayrılıqlar var, boşluqlar var, bir-birlərinə soyuq münasibətlər var. Görürsən, hətta görürsən, namaz qılırlar. Bir yerdə mən şahid olmuşam, özüm şahid olmuşam ki, böyük bir müsəlman ölkələrin birində idim, böyük bir məsciddə idik, getdik oraya ibadətə, gördüm ki, cəmaat namazı gedir, hələ cümə günüdür, gördüm, bir neçə yerdə namaz qılınır. Məscidin içində bir namaz qılınır, çöldə də bir neçə yerdə cəmaat namazı qılınır. Mən özüm təəccüblü gəldi mənə ki, bunlar hamısı müsəlmandırlar, hamısı eyni dinin, eyni məzhəbin daşıyıcılarıdırlar. Sonra da məlum oldu ki, bunlar hərə inandığı, belə deyək, etiqad etdiyi, təqlid elədiyi alimin arxasında namaz qılırlar. Yəni, mən bunun görəndə biraz təəccübləndim. Şükür Allah, Azərbaycanda bugün görürsən ki, bizim məsciddə bugün insanlar namaz qılırlar, şiələrlə bir yerdə sünnilər, sünnlərlə bir yerdə şiələr bir yerdə namaz qılırlar. Bu, vəhdətin simvoludur və bizi Allah da Quran-ı Kərimdə buyurur ki, وَاَتَسِمُ بِحَبْلِ اللّٰهِ جَمِيًا Yapışın Allahın ipindən hamınız parçalanmayın, firqələrə bölünməyin. Bizi, dinimiz bizə bunu çağırır, dinimiz bizi buna çağırır. Mən yadımdadır, bunları danışıram biraz təcrübəmdən. Ümumiyyətlə, məzhəb var, təriqət var, cəryanlar var. Bugün biz istəsək də, istəməsək də, bəzi insanlar görürsən ki, hər hansı bir məzhəbin daşıyıcısıdır, hər hansı bir cəryanın daşıyıcısıdır, təriqətin və yaxud da ki, cəmaatın. Bugün bu bölgülər bizdə vardır. Və bizdən istənilən nədir? Bizdən istənilən odur ki, Allah Teala Quran-ı Kərimdə təriqətlər, cəmaatlar, dini cəryanlar, parçalanmalar, firqələr nəyə gətirib çıxarır? Allah Quran-ı Kərimdə Ənfal surəsində buyurur ki, Allah və onun Peyğəmbərinə itaat edin, biri-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz, səbr edin ki, çünki Allah səbr edənlərləndir. Bugün Quran-ı Kərim bizi neçə yerdə birliyə, vəhdətə çağırır. Bir qədər insan maariflənməlidir, bir qədər insanın elmi olmalıdır, dini bilgisi olmalıdır. Bəzən dinimizi, Qur'anımızı, Peyğəmbərimizi bizə təqdim edəndə sanki bəzi insanlar dinimizdə, Qur'anımızda, Peyğəmbərin hədislərində elmə, biliyə, maariflənməyə o qədər yer verilib ki, görürsən ki, Qərb alimi, Avropa alimi hər hansısa bir sözü deyəndə insanlar onu necə bəhbəhlə təqdim edirlər. Amma görürsən ki, dinimizdə, Quran-ı Kərimdə elmlə bağlı ayələr, hədislərimizdə, Peyğəmbərin hədislərində elmlə bağlı hədislər, onlar kölgədə qalır. Bir Qərb aliminin bir sözü var, deyir ki, əgər Muhammedin gətirdiyi din, düşüncəsi xurafat olsaydı, onun Quranı ilahi vəhy olmazdı. Bəşəriyyəti elmə, dəvət etməyə cürət etməzdi. Heç bir insan, heç bir düşüncə tərzi sonuncu Peyğəmbərin və Quran qədər insanları elmə dəvət etməmişdir. Quranda 950 dəfə elmə, təfəkkürə, ağla insanı dəvət edir. 950 dəfə Quran-ı Kərim insanları elmli olmağa, təfəkkür eləməyə, düşünməyə və ağla dəvət edir. Hansı ki, bəzən insanlar istəyirlər ki, təqdim eləsinlər ki, Quran-ı Kərim Peyğəmbər tərəfindən yazılıb, insan zehninin məhsudu. Biz dəfələrlə bu mövzuya toxunmuşuq. Əgər belə bir şey varsa, bugün Quran-ı Kərimin özünün buyurduğu kimi, bu Qur'anın mislindən, bir surəsindən, bir vərəqindən, bir ayəsindən siz də gətirin ortaya çıxardım. Quran-ı Kərim sonuncu səmavi kitab olaraq 15 əsrə yaxındır ki, öz müqəddəsliyini, mübarəkliyini, aktuallığını qoruyur.
Və çox təəssüflər olsun ki, biz indi Ramazan ayından ayrılmışıq. Ramazan ayı Quran ayıdır, Quran oxumaq ayıdır, o ilahi ziyafət ayıdır. İlahi ziyafətdə bizim mənəvi qidamız nə idi? Quran-ı Kərim. Quran-ı Kərimi oxumaq. Biz Quran-ı Kərimdən uzaq düşmüşük, Quran-ı Kərimin ayələrindən uzaq düşmüşük. Görürsən ki, bugün Quran-ı Kərimin surələrinin adları, Quran-ı Kərimdə olan ayələr, o qədər elmi ayələr vardır ki, görürsən bir qərb alimi, bir Avropa alimi onu bizə öz məhsulu kimi verəndə biz rahat onu qəbul edirik. Amma özümüz otursaq, Quranı oxusaq, Quranı maraqlansaq, Quranla mariflənsək, bu barədə çox geridə qalmışıq. Yəni, bizi birləşdirən dəyərlərdən biri nədir? Bugün bütün müsəlmanlar la ilahə illallah deyirlər. Allah hədisdə nə buyurur? Qulu la ilahə illallah tuflu. Deyin la ilahə illallah nicat tapın. La ilahə illallah insanların nicatıdır. La ilahə illallah bizim birlik, vəhdət dəyərimizdir. İkinci, bizi birləşdirən bizim vəhdət dəyərimiz nədir? İkinci bizi birləşdirən bizim vəhdət dəyərimiz Quran-ı Kərimdir. Bugün bütün müsəlmanlar Quran-ı Kərimi ilahi vəhy bilirlər və onu Peyğəmbər Rəsul Xudaya nazil olduğunu bildirirlər, sonuncu səmavi kitab bilirlər və Quran müqəddəsdir, Quran mübarəkdir. Bütün İslam ümməti bunu, müsəlmanlar bunu belə bilirlər. Demək, bizi ikinci birləşdirən məqam, dəyər Quran-ı Kərimdir. Üçüncü, aləmlərə rəhmət olan sonuncu Peyğəmbərimiz Muhammed el-Mustafa. Bütün müsəlmanlar Peyğəmbərin sonuncu Peyğəmbər olduğunu və ondan sonra Peyğəmbər gəlməyəcəyində eşitildilər, eyni fikirdədirlər. Demək, bu da bizim bir vəhdət dəyərimiz. Növbəti vəhdət dəyərimiz Ramazan ayında oruç tutmaq. İbadətlər ki var ki, biz namaz qılırıq, orucdur, cihaddır. Bu, müsəlmanların demək olar ki, tam əksəriyyəti bu işdə vəhdətlə birdirlər. Ramazan ayında bütün müsəlmanlara orucun vacib olması, namaz müsəlmanlara vacib olması, namazda üzü qibləyə dayanırıq. Hamımız üzü qibləyə dayanmışıq, mehraba tərəf dayanmışıq. Qiblə, Kəbə evi, Məkkə, bizim qibləmiz nədir? Bizim vəhdət dəyərimizdir. Əvəz olmaz bir dəyərdir. Bütün müsəlmanlar ibadət, itaat edəndə, dua edəndə üzü qibləyə dayanırlar. Yəni, bizi bugün birləşdirə biləcək kifayət qədər dəyərlər olduğu halda görürsən, bəzi təkfirçilər, bəzi məzhəbçilər dində o qədər təfriqələr və məzhəbçilik toxumu səpirlər, insanları biri-birindən aralamaq üçün, parçalamaq üçün bugün məktəblər var ki, kifayət qədər maddi vəsait ayırırlar ki, müsəlmanlar arasında təfriqələr yaransın. Bir daha deyirəm, insan hər hansı bir məzhəbdə ola bilər, bir alimə inana bilər, inancı ola bilər. Amma insan təkfirçi və məzhəbçi olarsa, bu o xalqı, o milləti, o ümməti uçuruma apara bilər. Allah and verə izzətinə, cəlalına, böyünə xatir. Allah Taala bizim birliyimizi, vəhdətimizi əbədi eləsin inşallah. Bugün bu mövzu ilə bağlı keçən dəfələrdə yox, bəlkə də keçən illərdə belə bir o vaxtda Din və Cəmiyyət adında bir jurnal var idi, bilmirəm, indi də çıxır yoxsa yox, 2000-ci ilin əvvəllərində çıxırdı o. Orada bir məqalə mənə rast gəldi. O vaxtı erməni-müsəlman davasında, müharibəsində təsəvvür edin, eyni rayonun adamları, eyni ölkənin, yəni belə deyək də, Azərbaycanımızın, Azərbaycanlıları, məsələn, hər hansı bir o ermənilərlə sərhəd olan rayonun adamları, qonşu kəndlər, bir dənə kəndlər qonşudur, bir də ki, məzhəbləri fərqlidir. Biri ənənəvi sünni, biri ənənəvi şiə məzhəbindədir, amma Azərbaycanlıdırlar, eyni rayondadırlar, qonşu kənddədirlər. Kəndin biri sünnidir, biri şiə kəndidir. Ermənilər də bizim torpaqlara hücum ediblər, bizim insanlara hücum ediblər, vətəndaşlarımıza hücum ediblər. Hilə nə işlədirlər? Şiələrə və sünnilərə silah verirlər. Deyir, siz iki kənd bir-birimizə güllə atın. Kim sağ qalsa, biz onları buraxacaq, onları azad edəcək. Belə bir hiləyə atırlar. Burada iki Azərbaycanlı, eyni rayonun adamı, eyni dində olan, müsəlman olan iki müsəlman biri-birinə silah tutub. Deyir və birdən bunların ağlına gəlir ki, həm o sünninin, həm şiənin ki,
Biz silahı bir-birimizə niyə tutmuşuq? Biz həm Azərbaycanlıyıq, həm eyni rayonun adamıyıq, həm də müsəlmanıq, İslamın daşıyıcıları. Elə öləsi, güllələnəsi kimdir? Bu ermənidir. Götürürlər, hər işçi gülləni erməniyə vururlar, onu öldürürlər. Zamanında insanlar bir yerdə, sonra da qucaqlaşırlar, öpüşürlər, mehriban şəkildə onlar yaşayıblar. Mənim yadımdadır, biz iclaslarda olanda, Məhərrəm ayı ilə, Ramazan ayı ilə bağlı iclaslarımızda olanda, Şəkidən, Ağdaşdan, bizim o cəmaat ki, sünni cəmaatı ki, orada yaşayırlar, onlar Məhərrəmlikdə İmam Hüseyin üçün əzadarlıq saxlayıblar. Aşura günü şəhidlər üçün məclis saxlayıblar. Bu ənənələr bizim hələ o dövrdə, Sovet dönəmində, qadağalar dövründə həm sünni cəmaat, həm şiə cəmaat bir yerdə Qur'ana, Peyğəmbərə, Əhl-i Beytə məhəbbətlərini, sevgilərini bildiriblər. Sonradan yaranan dırnaqarası məzhəbçilər, təkfirçilər dində başladılar parçalamaq, yaratmaq, öz düşüncələrini, öz təfəkkürlərini ortaya qoymaq. Bu bir misal gətirdim sizə ki, yəni biz bugün Azərbaycanlıyıq, biz bugün müsəlmanıq, bizi birləşdirən, bizim vəhdət dəyərlərimiz o qədər var ki, parçalamaq üçün bəhanələr axtarmayaq. İkinci bir məsələ, bu Bəhlul Danəndənin həyatındandır. Bu çox ibrətli bir məsələdir. Bu, həm ailə daxili, həm cəmiyyətdə, ictimaiyyətdə, hər hansı bir idarədə, müəssisədə insanların bir vəhdət olması. 44 günlük müharibədən biz danışdıq, indi aprel şəhidlərindən danışdıq. Biz 44 günlük müharibədə nəyin sayəsində o qələbəni qazandıq? Bizim 90-cı illərin əvvəllərində də bizim igidlərimiz, qəhrəmanlarımız, əskərlərimiz, zabitlərimiz vardı. Birliyimiz, vəhdətimiz yox idi. Bax, o deyirik ki, həmişə bir yumruq kimi birləşə bildik. Həm əskər, həm zabit, həm hər hansı bir peşə sahibi, siz kiçikdən böyüyə kimi, hamı bir yumruq kimi birləşə bildi. Və o birlik səbəb oldu nəyə? Bizim qələbəmizin əldə olunmasına. Orta məktəbdə biz Sovet dönəmində bizə ədəbiyyatdan görərsən məqalələr, hekayələr verərdi, biz onları öyrənərdi. Deyərdir, bir kişinin 7 oğlu var idi, uşaqlarını bir gün çağırır, deyir ki, bir-birinizlə mən dünyamı dəyişəcəm, bir yerdə olun, möhkəm olun, qardaşlıqda bir-birinizdən ayrılmayın və sonra onlara deyir ki, hərəniz gedin bir ağacdan bir çubuq gətirin. Daha doğrusu deyir, hərəniz ağacdan 2 çubuq gətirin. Gətirir hərəsi 2 dənə çubuq, deyir ki, bu hərəniz gətirdiyiniz çubuqdan birini sındırın və götürürlər rahat, hərəsi bir çubuğu sındırır. Deyir, indi o gətirdiyiniz çubuqları hamısını bir yerə qoyun, 7 çubuğu götürün, sındırın. Bir qardaş, 2 qardaş, 7 qardaş heç biri o 7 çubuğu bir yerdə sındıra bilmir. Deyir, bax, siz tək-tək olsaz, sizi sındırarlar. Amma bir yerdə, 7'niz bir yerdə olsaz, sizə heç kim güc gələ bilməz. Bugün çox təəssüflər olsun, görürsən ki, ailələrimizdə bir bacı, bir qardaşdır, ya 2 qardaşdır. Görürsən, bir-birlərindən münasibətlərində o qədər soyuqdular, hətta bir-birlərini danışmırlar, hətta düşmənçilik, kin, küdrət buna gətirib çıxardır. Din buyurur ki, bir-birinizdən möhkəm olun, bir-birinizdən möhkəm yapışın, bir-birinizdən mehriban olun. Dinimiz nə deyir? Deyir, asanlaşdır, çətinləşdirmə. Bəzən bugün bəzi insanlar dini o qədər çətinləşdirirlər ki, insanlar dinə gələndə qorxurlar. Deyir, gedərəm birdən bu tərəfə baxaram, o tərəfə baxaram, bu hərəkət edərəm, işə gedərəm, hər addımında qorxur. Çünki ona dini o qədər çətin başa salıblar ki, qorxur. Həm dinə gəlməyə qorxur, imana gəlməyə qorxur, namaza gəlməyə qorxur. Həm də ki, baxır, görür ki, bunun öyrədən adam, buna təlim edən adam, bunu başa salan adam bunu çətinləşdirib. Heç yerdə yoxdur dini çətinləşdirib. İndi bu namaz qılırsınız, oruç tutursunuz, ibadətlə məşğulsunuz, ziyarətə gedirsiniz. Burada çətin nə var? Çətin olan şey insanın öz imanını qorumasıdır. İnsanın günahdan çəkinməsidir. İkinci bir məsələ nə deyir? Deyir, sevdir, nifrət etdirmə. Əgər bir din, bir insan, bir alim sənə dini sevdirə bilirsə, nə xoş sənin halı var. Bəli, onun dalıca gedərsən. Bəzən görürsən, insanlar dini insanlara elə çatdırırlar, özlərini din bilgisi adı altında, ilahiyyatçı adı altında, din alimi adı altında insanlara dini elə anladırlar ki, görürsən, insanlar dini sevmək əvəzinə, dinə nifrət yaranan insanlar. Bu işlərdə hər biriniz diqqətli olmalısınız. Bunun üçün də nə lazımdır? Bunun üçün ən önəmli məsələlər insanların bir yerdə olması, insanların bir-birinə mehriban olması, insanların bir-birlərinin yanında olması, bir-birinə dəstək olması, bir yumruq kimi birləşməli. Əgər bir camiədə, bir məsciddirsə, məsciddə hamı bir olmalıdır, vəhdət şəklində olmalıdır. Bu cəmaat namazı, cümə namazı bunların ən böyük
sirlərindən biri, hikmətlərindən biri insanların cəm şəkildə olmasıdır. Cəm şəkildə tək namaz deyil. Əsas məsələlərdən biri də ictimai olaraq biz bir-birimizin dərdinə, kimin nə dərdi var ona şərik olmalıyıq. Nə qədər şərik ola bilirik, nə qədər bir-birimizə kömək ola bilirik, nə qədər biz bir-birimizə dəstək ola bilirik, bu sual altındadır. Namaz, cümə namazı bizim birliyimizdir, vəhdətimiz dəyərimizdir, cəmaat namazı bizim vəhdət dəyərimizdir. Bunları qorumaq lazımdır, qoruyub saxlamaq lazımdır. Mənim yadımdadır, böyük alim, bir alimin həyatındandır, Şeyx Bəhainin həyatındandır. Rastınıza gəlsə, onun kitabı da var, amma film kimi də çəkiblər. Çox gözəl bir əsərdir. Onun dövründə siz təsəvvür edin, insanların dini düşüncələri, təfəkkürləri o qədər xurafata onlar varmışlar ki, siz təsəvvür edin, bir şəhərdə qeyri bir müsəlman yaşayırdısa, əgər yağış yağardısa, o qeyri-müsəlmanın əgər evində ərzağı yoxdursa, bazara getməlidirsə, xəstəsi varsa, həkimə getməlidirsə, onu oradan, evdən çıxmağa icazə vermirlər. Deyirlər ki, yağış yağır, sən də kafirsən, yağış suyu kafirə dəyər, yeri nəcis edər. Bu düşüncə təfəkkürlə o başqa din mənsublarının evində bir neçə nəfər saxlayırlar ki, onlar evdən bayıra çıxmasın. Məhz Şeyx Bəha kimi böyük bir alim bu məsələni həmən o şəhərdən, o məmləkətdə ləğv edir və onların yağış yağanda da, adi bir vaxtda da başqa inan sahibinin insanlarla rahat şəkildə yaşamasına şərait yaradır. Böyük alimlər belə olublar. Ona görə onlar böyük olublar, onlar insanların yaddaşında, təfəkküründə daim əbədi qalıblar. Amma bugün görürsən ki, bəzən, yenə deyirəm, eyni məsciddə namaz qılırlar. Eyni məzhəbin daşıyıcısıdır, eyni təriqətin, eyni cəryanın, eyni cəmaatın adamlarıdır. Görürsən, bir-birlərinə nə elmlər, yola getmirlər. Din bizi birliyə, vəhdətə çağırır və bunun bir məsəlini, yenə də elə Bəhlul Danəndədən deyir, Harunun dövründə deyir, suyun üzərindən bir əl çıxır, əl 5 barmaq olur, 5 barmaq. Nə qədər gəlirlər, daş atırlar, kəsək atırlar, nə bilim, vururlar onu ki, batsın, batmır. Çox axtarış edirlər ki, bunun hikməti nədir? Nəyəsə müraciət edirlər Bəhlul Danəndəyə. Bəhlul Danəndə gəlir, baxır, o 5 ələ bir dənə belə işarə edir. 2 barmağını göstərir və o da itir gedir. Hamı yığışır Bəhlulun başına ki, ay kişi, biz bayaqdan güllə atırdıq, daş atırdıq, kəsək atırdıq, vururduq, neçə vaxtı bunu yox eləyə bilmirik. Sən buna nə dedin? Deyir, o bir işarədir, bir hikmətdir. O sizə deyir ki, əgər sizin məmləkətdə 5 nəfərin sözü bir olarsa, heç kəs sizə bata bilməz. Mən onlara dedim ki, 5 çoxdur, 2 nəfərin sözü bir olarsa, heç kəs onlara bata bilməz. Yəni, bugün evdə 2 nəfər olur, gəlirsən cəmiyyətdə 5 nəfər olur, toplumda, digər məqamlarda onların sayı artır. Nə qədər biz bir olsa, bir yerdə olsaq, möhkəm olarıq, davamlı olarıq, güclü olarıq, heç kəs bizə güc gələ bilməz. Allah an verə izzətinə, cəlalına, böyülünə xatir, Allah Teala birliyimizi, vəhdətimizi əbədi eləsin inşallah. Bismillahirrahmanirrahim. İzə cə nəsrullahi vəl-fəth və rəayətən nasi yədxulunə fi dinillahi əfvaca fəsəbbih bihamdi rabbikə və istəğfir innəhu kanə təvvaba. Selamun aleykum və rəhmətullah.